Aprelin 25-də ağır cinayətlərə dair işlər üzrə məhkəmədə həbs olunmuş Nida Vətəndaş Hərəkatının üzvlərinin növbəti məhkəmə prosesi keçirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkili Xalid Bağırov, Elçin Sadıqov və Rəşid Hacılının çıxışı qalmışdı. Məhkəmədə çıxış edən vəkil Elçin Sadıqov çıxışı zamanı sırf Avropa Məhkəməsinin prezidenti üzərindən məsələyə yanaşıb. Vəkil Xalid Bağırov isə çıxışı zamanı ittiham tərəfinin saxta sübutlarının saxtalığını ortaya qoyub. Prosesdə müdafiə tərəfinin çıxışları davam elədi. Elçin Sadıqov, mən və Rəşad Hacıyevin çıxışları qalmışdı. Elçin Sadıqov çıxış elədi. Sırf Avropa Məhkəməsinin prezidenti üzərindən məsələyə yanaşma qoydu. Onun ardınca mən çıxış elədim. Əsl həqiqətdə çıxışım sırf İlkinlə və Zaurla bağlı olmaydı. Onları müdafiə edirdim. Lakin hesab elədim ki, bütün hər kəsə əhatə edən bir çıxış eləyim və ən əsas da ittiham tərəfinin saxta sübutlarının məhz saxtalığını sübut eləmək üzərində qurum çıxışımı. Zalın reaksiyasından görünən odur ki, Zal mənim çıxışımda verdiyim mesajları ala bildi. Amma məhkəmə nə dərəcədə alacaq, bizi çox da inanmıyorum. 4-cü gündə də? 4-cü gün təqsirləndirilən şəxslər son sözlərini deyəcək. Onu deyəməm. Ola bilsin məhkəmə qərarı elan eləsin, ola bilsin 3 gün vaxt götürsün. Necə bir qərar verirsiniz? Valla biz bir yandan yorulmuşuq inanmaqda. Yaxşı olacaq sözü. İkinci yandan da içimizdə bir işıq vardır, ümid işığı var həmişə. Onu qoymuruq ölməyə ki, məhz o öləndən sonra biz əlimizi qolumuzu sallamalı olacaq. Amma hər dəfə inanırıq ki, dediklərimizdən heç olmasa nəsə yüngül varı, nəsə bir təsiri olacaq məhkəməyə. Prosesdə bildirilib ki, vəkil Rəşid Hacılı Azərbaycanda deyil, onun müdafiə etdiyi şəxslər isə prosesin uzanmaması üçün ərizə yazaraq Rəşid Hacılıdan imtina ediblər. Bundan başqa, nidaçılar penitensiar xidmətin onlara məhkəməyə köhnə yararsız maşın ilə gətirdiklərini bildiriblər. Bunu onlara əziyyət vermək üçün edildiyini qeyd ediblər. Məhkəməyə AXCB sədri Əli Kərimli də qatılıb. Məhkəmədə artıq repressiya aparatının bir tərkib hissəsinə çevrilib. Vəkillərin çıxışında ittiham tamamilə alt-üst edildi. Heç bir ittiham üçün əsas yoxdur. Siyasi sifarişli bir həbsdir. Gənclərin azlıq aksiyasını dəstəkləsək də, amma bugün müraciət elədik ki, çox vaxt keçir və onlar başqa xəstəliklər tapa bilərlər həmin o həbsxana şəraitində. Ona görə mən də müraciət elədim, valideynlər də müraciət elədik ki, aclığı dayandırsınlar. Amma hələlik fikirləri yoxdur aclığı dayandırmaq. Çox mübarizdirlər, özlərinə daxili inamları yüksəkdir. Bilirlər ki, heç bir cinayət törətməyiblər, bilirlər ki, xalq üçün mübarizəsinə görə bu əziyyəti çəkirlər. Mən elə bilirəm ki, onların bu mübarizəsi Azərbaycanda insanların, gənclərin, bütün xüsusən indiyə qədər prosesə qoşulmayan insanların vicdanını ayırtmalıdır. Növbəti məhkəmə mayın 1-də keçiriləcək. Həmin gün məhbus nidaçılar son sözlərini deyəcəklər. Vəkillərin bildirdiyinə görə ola bilsin həmin gün hökm də oxunsun.